Naxçıvandan Bakıya təyyarə ilə gələn sərnişinlər narazıdır. Səbəb isə uzun mübarizədən sonra tapıb aldıqları biletlərdə uçuş vaxtlarının dəyişdirilməsi, gecikmələr və ya digər məlumatlardan xəbərdar ola bilməmələridir. İddialara görə elektron məlumat lövhələri normal çalışmır. Vətəndaşın da elə etirazı məhz bu səbəbdəndir ki, nəyə görə vaxt itirib səlahiyyətli şəxs tapıb məlumat öyrənməlidir. Hep teknolojiyalar əslində yazır 1 saat saatdalar, 2 saat saatdalar. Niye biz birbirimizi belə bilməliyiz? Sen doğru cevap vermişsiniz ama istədiyiniz. Yeniler. Kardeş, ben o iş gelene tam dəqiqləşənə kimi yarım saat. Mən də nümayəndə olarak məlumat verirəm. Sen nümayəndə mənə nə bilet təminat vermirsən, nə? Mənə bu Azal buradadır, burada. Azal buraya yazsın mənə. Həmin məsələ özü iş gedir, yeni dəstək. Ay Allah. Yenilik olan kimlər? Siz dünyanın başqa aeroportlarında olmuşsunuz. Hiç kimdən heç nə soruşmur, qardaşım. Mənim demək istədiyim başqa şeydir. Yox, hayır, ben başlayayım. Kimsə səlahiyyəti var mı? Siz də konkret Bu məlumat verir ki, millətə verir. Böyle bağlayan insan hava yapan